Mənə deyir ki, mən əvvəldə bir İranlıyam, sonra Azərbaycanlıyam, xain. Deyirəm bax gözlə, mənə vaxt ver, gedim bir zərə fikirləşim, bəlkə səhv edirəm. Gedirəm fikirləşirəm, bir gün, 2 gün. Görürəm elə bu həman İrandır ki, mən onun paytaxtında, Tehranda böyümüşəm. Sonra da 26 ildir gəlmişəm Amerikada, təhsilli bir adam. Bəlkə mənə çatmır, buna nə çatır mənə çatmır. Deyirəm axı həman İrandır ki, mən deyirsən, yəni həman İran ki, mən orada böyümüşəm, sən həman İran barəsində danışsan. Deyirəm da o İran mənim vətənimdir. Deyirəm həman İran ki, məmləkət dünyanın ən pis ölkəsidir. Suzad tapılmır orada, ha, onu bilginən. Bədbəxtliklə yaşayırlar, sənə də işşəh deyirlər. Və ana dili və də bəlkə danışamısan elə bir. Belə bax, bilmərəm o sözləri. Mən bir İranlıyam, əvvəldə İranlı. Baxın bunu deyirəm, diqqətlə qulaq asın. Bu ölkədə ciddi söhbətlər gedir araya ki, istəyirlər İranın hakimiyyətini dəyişələr. Əgər Amerika istəsə bir işi görəcək. Bu həman zamandır ki, Bakı 1989-a təcrübə elədi. Müntəha onlar qeyrətli insanlar, iradəli insanlar torpaqlarını aldılar. İstiqlallarını aldılar, ölkələrinin adını qoydular Cümhuri Azərbaycan. Azərbaycan Respublikası. Sən gərək onu qabaqca eləyərdin, amma o elədi, yaşasın. İndi sizə zaman çatır, 50 milyon Azərbaycanlıya Türkiyə. Eləsəz, eləmisiniz. Eləməsəz, axırı ömrəcan türk olmağı həsrət aparacaqsınız. Yəni vuracaqla təpəzdən. İndi İmam Hüseynin ad gününü keçirirsiniz. Sabahları Yazgərdə Sevamın ad gününü keçirəcəksiniz. Ariyasının tarixi olacaq, Həxamənişinin tarixi olacaq. Əsas sizdə dəxli yoxdur. Yəni sizə deyim, əgər qəflət eləsəz, o günləri təcrübə eləyəcəksiniz. Yaşayasınız.